nədir ki, həm güclü kamerası var, həm də böyük ekranı? Oppo Reno 14 və Reno 14F. Gəl onları yaxından tanıyaq. Tanıyaq. Hər iki modelin ekranı ölçü baxımından çox oxşardır. Reno 14 6.59, Reno 14F isə 6.57 OLED ekrandır. İkisinin də kamerası eyni 50 megapikseldir. AI flash sayəsində zəif işıqda belə aydın şəkil çəkir. Üstəlik, üçlü flash dizaynı ilə bazarda liderdir. Hər ikisi də suya davamlıdır və bateriyası 6000 mAh-dır. İndi isə iki telefonu bir-birindən fərqləndirən xüsusiyyətlərə baxaq. Reno 14 nisbətən keyfiyyətli materialdan hazırlandığı üçün əlində daha möhkəm hiss olunur. Ekran çərçivəsi nazik, şarj sürəti isə 80 wattdır. Üstəlik 3.5x telefoto kamerası uzaq məsafədən belə aydın çəkir. Prosesor isə MediaTek Dimensity 8350-dir. Rəng seçimləri də müxtəlifdir. Luminous Green və Opal White. Çəkisi 180 qram olan Reno 14F isə daha yüngüldür. Snapdragon 6 Gen 1 prosesoru ilə sürətli performans göstərir. 45 Watt şarj sürəti sayəsində isə gün ərzində enerji problemi yaşamırsan. Rəng seçimləri isə Opal Blue və Luminous Green'dir. Seçim sənindir. Əgər güclü kamera və sürətli şarj istəyirsənsə, Oppo Reno 14. Daha yüngül telefon və effektiv prosesor istəyirsənsə, Oppo Reno 14F ilə seçimini edə bilərsən. Daha sonra kontakt.az-dan sifariş edirsən ki, biz 2 saata evinə çatdıraq.